uşaq pulu verilmelidir. Hörmətli bizim insanlarımız, memurlarımız, xahiş edirəm, uşaq pulu verilsin deputatlar, uşağı saldat aparırsan, acından öldürürsən bu milleti, arıq uşaq, 17-18 yaşı çatanda əskər aparacaqsın onu. O nə əskər, nə tüfəng tuta bilmir o uşaqlar. Onların uşaq pulu verilmədi, necə yəni verilmir? Dünyada her bir ölkədə uşaq pulu verilir. Siz ne danışırsınız ha? Uşaq pulu verilməsin nədir? Mənim deputatlardan xahişim budur. Yalvarıram, bunu kanunlaştırın. Onlardan özel bir adam, bir den yok ki bu sen bu uşaq böyür, ahırda saldatın olacak senin oğul uşağı diyor. Ne taraf alabilirsen sonra? Onu kim Qarabağda gelip dövüşecek ondan sonra? Dövüşmezlerler, ben açık değilim. Əsəbləşirim eyvallah.